Marnyuli Bələdiyyəsinin Qullar İctimai Məktəbində ictimai xadim, tarix elmləri namizədi, şair, yazıcı, tədqiqatçı, publisist Rövşən Gəncəlinin şagirdlərlə görüşü keçirilib. Gənclər qarşısında çıxış edən Rövşən Gəncəli bu günə qədər qələmə aldığı əsərlərdən və keçdiyi keşməkeşli həyat yolundan danışıb. O, gənclərə örnək nümunələr gətirərək dilimizi, ədəbiyyatımızı və ən əsası vətənimizi sevməyi tövsiyə edib. Həyata gələndə Cahil Cəlalın, xeyrində, şərrində bütün mahalın, qeydinə qalasan elin, obanın, belə qocalasan, qocalanda da. Daha sonra tədbirdə iştirak edən digər şair və ziyalılar da Rövşən Gəncəlinin yaradıcılığına toxunaraq onun şeirlərinin dərin məna kəsb etdiyini vurğulayıblar. Ziyalılar bu kimi görüşlərin davamlı keçirilməsinin vacibliyindən də danışıblar. Rövşən müəllimin 10 kitabında 2 cümlə dalbadal gəlmir və bir söz 2 dəfə işlənmir. Görüşdə həmçinin şagirdlər Rövşən Gəncəliyə məxsus şeirləri qiraət ediblər. Başıma döndüyüm ay elim obam, qonaqlar çox olur sönməyər sobam, bilqar çıxanda çatışmır havam, duz çörək qədrini bilən gəzirən. Çox uludur dövlət olub əzəldən, sədaqətlə böyüyübdür düz əldən. Yadigardır qaladır iz əldən, vətənimdir sazı sözlü borçalı. Qullar İctimai Məktəbi özünün yaxşı ənənələri ilə rayonumuzda və regionumuzda tanınan məktəblərdəndir. Məktəbimizdə mütəmadi olaraq yurdumuzun, bölgəmizin, Borçalımızın görkəmli adamları ilə, elm və təhsil adamları ilə, şair və yazıçılarla görüşlər keçiririk və bu görüşlərdə çalışırıq ki, məktəblilərimizin bilik və bacarıqları, vərdişləri inkişaf etsin, bölgəmiz haqqında, vətənimiz haqqında məlumatlar əldə etsinlər və bölgəmizin, vətənimizin görkəmli adamlarını, şairlərini, ziyalılarını, yazıçılarını, rəssamlarını və digər adamlarını tanısınlar. Və bugünkü görüşümüz də Borçalımızın dəyərli şairlərindən biri Rövşən Gəncəliyə həsr olunubdur və bu görüşdə məktəblilərimiz Rövşən Gəncəli yaradıcılığı ilə və şairin özü ilə tanış olacaqlar. Qeyd edək ki, tədbir daha sonra şagirdlərin Rövşən Gəncəliyə ünvanladıqları sualların cavablandırılması ilə davam edib.